Bir günlərim 3-4 cavan oğlan sözdə çəp düşür, davalaşırlar. Bunlar 3 nəfər, bu tək. Bunlardan qorxur, qaçır meşiyəzədə, onlar da bunu qomarır, onlar qaçır, qomarır. Cəhbiddən bir düzəngaha çıxırlar. Gör ki, bir eşyayla kişi gedir. Deyir, ay dayı, gəlirlər, 3-4 nəfər məni döyməyə gəlirlər. Nə olar, məni yeşir. Deyir, ay oğul, ay qardaş. Mən sən hara yeşirim, nətər yeşirim, abda yeşirməyə yoxdur, düzəncaqdır bu. Kişi də eşyəklə geyir, qorcunu uzatdı. Əblət deyər, nağarım, mən sən nətər yeşirim. Birdən yadına düşür ki, eşyəyin üstündəki dərini götürüb bu oğlan belinə saat, deyər, eşyəyin belində sən yat, böğründə yat. Xurcunu da bunun böğrünə qoy, deyir, yavaş-yavaş əvvələ get, deyəcəm eşyəyin balasıdır, problem yoxdur. O üçün, bu uşaqlar ki, buna çatır, deyir, ay dayı, habdan bir dənə oğlan qaçan gör, mən deyər, mən oğlanla zaten nə işimə, taşa, eşə, get, bu şeyli. Bitdən əblə, hab boyda yerdə, habı eşək, habı hara ola bilər ki, habı yeşinməyə yer yoxdur, habı hara ola bilər. Deyir ki, habı eşək, erkək eşəkdir, erkək eşəyin də yanında balası gedər, habı nətə. Deyər, mən eşəyin bölündə balası gedər, erkək içindəyə. O deyir, yox, diş eşyəyin bölündə balası gedər. O deyir, erkək eşyəyin, o üçün çox sporlaşırlar, axırda oğlan dözmür. Belindəki dərin əblə tullayır, deyər, mən giyimlə getmirəm, dədəmlə geyirəm, nəyə olsa, boşdur sizin, nə tək geyirəm.